Salamlar, hər birinizi xoş gördük kanalımızda. Bugün dərsimiz coğrafi mövqeyin gələcək perspektivləri nələrdir? Coğrafi mövqeyin gələcək perspektivləri səhifə 20 və 20 daha doğrusu 20 və necə gəlir onda? 20-21. Bəli, 20-21-ci səhifə gəlir. Baxaq, görək burada nədən bəhs edir. Ölkələrin coğrafi mövqeyinin əlverişliliyi onların əsas inkişaf mənbələrindən biridir. Məsəl üçün, öz ölkəmizi götürək. Ölkəmiz Avropa və Asiyanın birləşdiyi yerdə yerləşir, qovuşduğu yerdədir. Ona görə də, məsəl üçün, bu hissədə Azərbaycan, ona görə də əlverişlidir. Avropa ilə Asiyanın kəsişdiyi yerdə yerləşir. Bu bizim inkişafımıza çox yaxşı təsir edir. Ölkələr fərqli coğrafi mövqeyə malik olsalar da, hər bir yerin iqtisadi, sosial, siyasi və ekoloji üstünlükləri vardır. Bu, onların gələcək inkişafında da həlledici rol oynayacaqdır. Bəs coğrafi mövqeyin hansı perspektivləri ola bilər? Ticarət baxımından baxaq görək, qlobal ticarətin inkişafı beynəlxalq ticarət yollarına, dünya okeanına çıxışı olan ölkələrin iqtisadi cəhətdən inkişafına səbəb ola bilər. Bu, beynəlxalq neft daşınma yerləridir. Gördüyünüz kimi, baxın, Hörmüz boğazıdır, Bosfor boğazıdır, Süveyş kanalıdır, Panamadır, Bab-el-Məndəbdir, Malakka boğazıdır. Bunlar çox önəmli boğazlardır. Neft daşınmada həddindən artıq önəmi olan, əlverişli mövqeyi olan boğazlardır. Bunların adlarını mütləq bilmək lazımdır. Hörmüzdür, Malakkadır, Bab-el-Məndəb boğazıdır. Deməli, İran, daha doğrusu Qırmızı dənizlə Ədən körfəzi arasında yerləşir. Burada Süveyş kanalıdır. Bu da iki qitəni, iki materiki birləşdirən kanal sayılır. Panamada həmçinin Şimali Amerika ilə Cənubi Amerika arasında rol oynayır. Deməli, beynəlxalq neft daşıma ilə tanış olduq. Təbii ehtiyatlar nə? Təbii ehtiyatlar, yəni faydalı qazıntılar çıxarılmada, faydalı qazıntıların daşınmasında. Təbii ehtiyatlara tələbat artdıqca zəngin resurslu ölkələr rəqabət üstünlüyünə malik olaraq daha çox inkişaf edə bilər. Bu da dünyada yanacaq daşındığı su obyektləri, yanacağı ən çox baxın Hörmüz boğazından İranla Oman arasında, İran və Oman körfəzləri arasında. Gördüyünüz kimi Hörmüz boğazıdır, Malakka boğazıdır, bayaq yerini göstərdim Malakkanın, Bab-el-Məndəb, Bosfor, Süveyş kanalı və Panama kanalı. Deməli, turizm dünyada cəlbedici təbiətə, tarixi abidələrə, unikal yerlərə malik olan ölkələr turistləri cəlb edərək gəlir qazana bilər. Məsəl üçün, Sinqapuru götürək. Sinqapur əlverişli mövqedə yerləşir, uşaqlar. Heç bir faydalı qazıntısı olmasa da inkişaf etmiş ölkəyə çevrilmişdir. Təxminən bu hissədə yerləşir. Cənub-Şərqi Asiya ölkəsidir. Ancaq heç bir çox kiçik, lap balaca bir ölkədir. Heç bir faydalı qazıntı ilə də zəngin deyil. Amma əlverişli mövqedə yerləşir. Buradan gələn turistlər oradan keçib, daha doğrusu gəmilər oradan keçib gedir deyə yerləşdiyi mövqe çox əlverişlidir. Ona görə də yaxşı gəlir qazana bilir. Kənd təsərrüfatı əlverişli təbii şərait, yəni münbit torpağı olsun, iqlimi olsun, suyu olsun, hər zaman əkinçilik və heyvandarlığın inkişafı üçün əsas amil olacaqdır. Müasir texnologiyalar isə bəzi ölkələrdə kənd təsərrüfatının inkişafına imkan verir. Alternativ enerji istehsalı. Baxın, birinci kənd təsərrüfatına baxaq. Əkinə yararlı sahələr hansılardır, hansı ərazilərdə var. Avropanı deyə bilərik və yaxud da ki, Amerikanın şərq hissəsində deyə bilərik. Cənub-Şərqi Asiyadır, Hindistandır, Çinin bir hissəsidir. Baxın, burada Cənub-Şərqi Asiya hissələridir. Bax, bu ərazilərdə, yaşılla göstərilən yerlərdə əkinçilik ilə təmin olunma dərəcəsi yaxşı olduğunu göstərir uşaqlar. Həmin ərazilərdə əkinçilik yaxşıdır. Məsələn, xüsusilə Avropanı götürür. Baxın, burada Qaradəniz sahilini götürür. Mərkəzi Asiya ölkələri görürsünüz, tamamilə kasıbdır o baxımdan, yəni əkin sahələri yoxdur. Bu hissələr, şimal hissələr soyuq olduğu üçün buralarda əkinçilik inkişaf edə bilmir uşaqlar. Və yaxud da Avstraliyanı görürsünüz, Avstraliya başdan başa səhra, yarım səhradan ibarətdir. Bir balaca cənubunda imkan var əkinçilik etmək üçün. Alternativ enerji mənbələri nədir? Alternativ, yəni tükənməyən enerji mənbələridir uşaqlar. Günəşdir, küləkdir, su enerjisi ilə zəngin olan ölkələr yeni texnologiyalar tətbiq edərək dünya enerji istehsalında lider ola bilərlər. Bu da Y şəkli, gördüyünüz kimi təbii fəlakət riski olan ölkələr şəklidir.
İndi onlarla tanış olacaq. Ətraf mühitin mühafizəsi. Təbii fəlakətlərin az baş verdiyi ölkələr daha təhlükəsizdir. Bu da ölkələrin inkişafına müsbət təsir edir. Lakin müasir texnologiyaların tətbiq olunması təbii fəlakətlərdən qorunmaq üçün imkan yaradır. Təbii fəlakət deyəndə uşaqlar ancaq götürə bilmərik. Zəlzələ, vulkan deyil, yəni məsələn seldir, daşqındır, yanğındır, bunlar hamısı təbii fəlakətlər, qasırğadır. Bunlar hamısı təbii fəlakətlərdir və bunlar hamısı yüksəklik səviyyəsinə görə rəng tonlarına baxsaq, çəhrayı rəngi, məsələn Afrikanın şimal-qərbində daha çoxdur belə yerlər, səhra, quraq ərazilərdir. Orada çoxdur gördüyünüz kimi. Orta səviyyədədir, baxın, Hindistandır, Çindir, Cənub-Şərq Asiya ölkələridir və risk az olan ölkələrdə, aşağı olan ölkələr yaşıl rəngdə olan yerlərdir. Avropa ölkələridir, Rusiyadır, ABŞ-dır, Kanadadır. Hətta Kanadada çox aşağıdır. Buradakı yenə Braziliyadır, Argentinadır. Riski aşağı olan ölkələrdir. Avstraliyada gördüyünüz kimi. Ümumiyyətcə Avstraliyada heç bir seismik proses getmir. Nə zəlzələ, nə vulkan. Tamamilə tektonik cəhətdən çox sabit ərazidir. Afrika kimi. Afrikada da həmçinin. Avstraliya həmçinin. Cənubi Amerikanın şərq hissələri bütövlükdə heç bir zəlzələ və yaxud da ki vulkan riski olmayan yerlərdir bu hissələr. Avropanı da deyə bilərik, Cənubi Avropadan başqa. Çünki İtaliyada vulkanlar var, hətta bu hissə bütövlükdə tektonik proseslər gedən ərazidir. Ona görə oranı deyə bilmərik. Bir də, bax burada, bir də bu hissə. Bunlar hamısı tektonik proseslər gedən yerlərdir. Oranı biz deyə bilmərik, təhlükəsizdir. Gəlin suallarımızın cavablarına keçək. A xəritəsini təhlil edin. Xəritədəki adlar nəyi bildirir? Xəritədə dəniz yolu ilə qitələr arası neft daşınma təsvir olunmuşdur. Bayaq da gördük. Xəritədəki adlar yüklərin daşındığı nəqliyyat obyektlərini göstərir. Yəni kanalları və yaxud da ki, boğazları göstərir. B qrafikində ən çox və ən az yanacaq ehtiyatı daşınan coğrafi obyekt hansıdır? Ən çox yanacaq qrafikdə də var idi, cədvəldə də baxa bilərsiniz. Hörmüz boğazından ən az isə Panama kanalından daşınmışdır. A xəritəsindəki boğazların coğrafi mövqeyi beynəlxalq yük daşımaya necə təsir göstərir? 2 və daha çox qitələrin qovşağında yerləşən boğazlar yük daşımada daha fəal iştirak edir. Biz burasını deyəcək ki, yəni boğazların coğrafi mövqeyi necə təsir göstərir yük daşımaya? Qitələr arası və yaxud da belə də yaza bilərsiniz ki, qitələr arası qovşaqda yerləşən boğazlar yük daşımada daha fəal iştirak edir. C şəklində solda Sahara səhrası, sağda Şri-Lankanın Hind okeanı sahilləri təsvir edilmişdir. Şəkillərə görə hansı şəkildəki ərazi turizm fəaliyyəti üçün daha əlverişlidir? Şri-Lankanın təsvirinin verildiyi Hind okeanı sahilləri daha əlverişlidir. Əlverişli iqlim şəraiti və ərazinin təbii mənzərəsi turistləri ora cəlb eləyir. Və şəkildəki ərazilərin coğrafi mövqeyi onların inkişafına necə təsir edə bilər? Şri-Lankanın isti və rütubətli iqlimi turizmin inkişafına imkan verdiyi üçün ölkənin iqtisadi inkişafına da səbəb olur. Sahara isə isti qurudur və bu da ki, ölkənin iqtisadi inkişafına da, mövqeyinə də mənfi təsir göstərir uşaqlar. Üçüncü sualdan D və Y xəritəsinə əsasən sualı cavablandırın. D xəritəsinə görə kənd təsərrüfatı üçün əlverişli olan əraziləri müəyyən edin. D xəritəsinə görə kənd təsərrüfatı üçün əlverişli olan ərazilər. D xəritəsində kənd təsərrüfatı üçün əlverişli ərazilər bayaq da göstərdik. Asiyanın şərqi, Avropanın, Şimali Amerikanın şərqini göstərə bilərsiniz. Və yaxud da ki, orada məsələn Asiyanın cənub-şərq hissəsinə də deyə bilərsiniz, şərq hissəsinə deyə bilərsiniz. Özünüzdən yerlər əlavə edə bilərsiniz. Avstraliyanın şərqini və yaxud da ki, bir balaca cənubunda inkişaf üçün coğrafi mövqe kənd təsərrüfatının inkişafına necə təsir edə bilər? Coğrafi mövqe, yəni məsəl üçün dağlıq ola bilər, düzənlikdə yerləşə bilər və yaxud da hansısa bir çay sahilində, okean sahilində, dəniz sahilində yerləşməyi onun kənd təsərrüfatının inkişafına müəyyən qədər təsirini göstərə bilər. Həmin xəritədə də əkinçilik üçün əlverişli ərazilər təsvir edilibdir. Oranın iqlim şəraiti kənd təsərrüfatı üçün yararlı sayılır. Yəni istidir, yoxsa mülayimdir, kifayət qədər rütubət, yəni su çatışmazlığı olarsa, təbii ki, orada kənd təsərrüfatını inkişaf etdirmək, düzənlik belə olsa, su yoxdursa, su çatışmazlığı yoxdursa və yaxud da kifayət qədər rütubət çatışmırsa, biz orada kənd təsərrüfatını inkişaf etdirə bilmərik. Təbii ki, bunlardan, bu əsas amillərdir ki, bunlardan asılıdır orada kənd təsərrüfatını inkişaf etdirmək. Y xəritəsinə əsasən ən çox təbii fəlakət riski olan qitəni və regionları müəyyən edin. Daha çox təbii fəlakət riski İndoneziyanı, Yaponiyanı, Çin hissəsində, Çində var, Hindistanda var, bunları, bu regionları deyə bilərsiniz.
Sonra Asiya regionunda hansı təbii fəlakət riskləri çoxdur? Asiyanın okean sahillərində biz bilirik ki, sel, daşqınlar öz yerində, amma zəlzələləri də unutmamaq lazımdır. Zəlzələ, sel, daşqın kimi təbii fəlakətlərin olma riskləri çoxdur. Coğrafi mövqe və təbii fəlakətlər arasında hansı əlaqə var? Təbii fəlakətlər bəzi ərazilərdə az, bəzi yerlərdə isə dəhşətli nəticələr doğuracaq qədər çox baş verir. Hər hansı bir ərazinin, ölkənin və ya obyektin xüsusiyyətləri birbaşa onun coğrafi mövqeyi ilə bağlıdır. Məsələn, Yaponiyada zəlzələlərin tez-tez baş verməsi onun seismik ərazidə litosfer havalarının sərhəd zonasına yerləşməsi ilə bağlıdır. Bu da ölkənin iqtisadiyyatına, sosial həyatına çox pis mənfi təsir edir. Baxmayaraq Yaponiya inkişaf etmiş ölkədir, amma ona belə təsirini göstərir, öz təsirini göstərə bilir. Sırf onun qarşısını almaq mümkün deyil. Zəlzələdən, vulkandan qaçınmaq mümkün deyil. Müəyyən qədər ola bilsin ki, çətinliklərin öhdəsinə gəlmək onlar üçün daha asan ola bilər. Bizim kimi məsəl üçün inkişafdan geri olan ölkələrdə bu bir qədər daha çətin olar, daha çox mənfi təsirlərini göstərir. Amma nə qədər olmasa da həmin fəlakətlərdən qaçınmaq mümkün deyil. İstər Yaponiya, istər Azərbaycan olsun, hər hansı bir başqa ölkə olsun, fərq eləməz. Yəni bu kimi ölkələrdə, seismik ərazilər olan ölkələrdə iqtisadiyyatına mənfi təsir göstərən amillər elə həmin proseslərin, zəlzələnin, vulkanın baş vermə riskləridir. O da litosfer havalarının sərhədində yerləşməsi ilə bağlıdır uşaqlar. Belə bugünkü dərsimiz axırıncı sualımızda sinif müzakirəsidir deyə izah etmirəm. Onu yəqin ki, müəllimənizlə sinifdə müzakirə edəcəksiniz. Hər birinizə uğurlar arzulayıram, dəyərli dostlar. Sağ olun.